Naxçıvan Dövlət Universitetinin kollektivi Konstitusiya və Suverenliyi ili çərçivəsində Heydər Əliyev sarayında təşkil olunan məhdud fiziki imkanlı şəxslərin və istedadlı qadınların rəsm verilişlərindən ibarət sərgi satış yarmarkasında iştirak edib. Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramirə Seyidovanın iştirak etdiyi sərgidə 300-dən çox müəllifin 10 mindən artıq əl işi nümayiş etdirildiyi bildirilib. Universitetin stendinin də yer aldığı sərgidə Ali Təhsil Ocağının kollektivi bütün nümayiş olunan sənət nümunələri ilə yaxından tanış olub. Rektor Elbrus İsayev qeyd edib ki, Konstitusiya və Suverenliyi ili çərçivəsində Muxtar Respublikada keçirilən müxtəlif tədbirlər sırasında yer alan bu sərgi satış yarmarkası mahiyyət etibarilə həssas və çox uğurlu layihədir. Burada sərgilənən rəsm verilişlərinin ictimai nümayişi məhdud fiziki imkanlı şəxslərə dəstək və özlərinə inamlarını artırmaq baxımından olduqca önəmli təşəbbüsdür. Qeyd edək ki, sərgidə Universitetin İncəsənət Fakültəsinin Təhsil Sənət Kafedrası müəllimlərinin, rəngkarlıq, təhsil sənət müəllimi ixtisaslarına təhsil alan tələbələrin hazırladığı əl işləri nümayiş etdirilib. 22 ədəd yağlı boya ilə işlənmiş rəsm əsəri, 20 ədəd bədii tikmə nümunəsi, 4 ədəd muncuqla hazırlanmış əl işi, 3 ədəd ağac üzərində yağlı boya əsəri və 3 ədəd vitraj nümunəsi olmaqla ümumilikdə 52 ədəd əl işi sərgidə yer alıb. Həmçinin Endunun Texnologiya Mərkəzinin müəllim və tələbələrinin 200-ə yaxın əl işləri də sərgidə təqdim olunub. Dekorativ bədii sənəti və müxtəlif növlərindən toxunma, bədii tikmə, xalçaçılıq, eləcə də mozaika sənəti və təkrar emaldan hazırlanan əl işləri sərgidə iştirakçıların diqqətini cəlb edib. Qeyd edək ki, sərgi Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə həyata keçirilir və qadınların, eləcə də məhdud fiziki imkanlı şəxslərin istedadlarının üzə çıxarılmasına, sosial fəallıqlarının artırılmasına xidmət edir.